Yenidən bizim qısa reklam aramız var. Ayrılıq ardından bərabərik. Qısa reklam aramız və qaldığımız yerdən bərabərik. Dəyərli dostlar, studiyamın bir qonağı var, dəyərli bir qonağı var. Artıq günlərdir ki, bu deməli söz-söhbət gəzir. Röyada idim mahnısı Kəmalə Günəşli və Turan Türkoğlu haqqında. Turan bəy dünən efirimizdə xəttə qoşuldu. Kəmalə xanım bizdə qonaq olanı və gəldi. Dedi, bugün efirə gəlib və yeni açıqlamalar təqdim edəcəm. Turan Türkoğlu bizimlə bərabərdir. Əmlakçısı, xoş gördük Turan bəy. Sağ olun, çox sağ olun. Dünən Kəmalə xanım efirimizdə qonaq idi. Bilməm, efirə baxa bildiniz yoxsa yox, sizi xəttə qoşmuşduq və orada yenə vurğuladınız ki, mahnı mənim olub. Yəni fikrinizdə qalırsınız, yoxsa çünki Kəmalə xanım vurğuladı ki, orada sözlər əlavə olunur. Kifayət qədər mənim sübutlarım var. Kəmalə xanım vurğuladı ki, 20 il əvvəl də bu mahnılar oxunub. Kəmalə xanım etiraf eləmək istəmir, hər cür bəhanələr gətirir. Deyir, bu mahnını hamı oxuyub, mən də oxumuşum. Bu xalq mahnısı deyil ki, elə hamı gələ oxuya. Özü Kəmalə xanım da bu mahnının sayəsində məşhurlaşıb. Yəni, bilmirəm, etiraf eləyir, eləmir. Yaxşı da bu mahnıya görə pul qazanıb. Yəni, indi mən deyək ki, bir yana da, indi bu mahnıda zəhmət olan Şaban Neftçalalı var. Dedi, rəhmətə gedib. Özü çox savadlı, çox yaxşı bir insan idi. İkinci Namiq Qaraçuxurluya oxşuyurdu. Geyimi, kezmi, boy, puxun, səsi də çox qəşəng idi. Yəni, ən azından bir gedib onun ailəsinəsə də bir hörmət eləyərdi gərək mahnıya görə. Çünki o mahnı ilə çox şeylər əldə eləyib, çox vəsət. Turan bəy, bir indi yazar olsanız, hal-hazırda elə bir mahnı yazsanız, nə qədər qiymətə satışını həyata keçirərsiniz? Ümumiyyətlə, mən bir vaxtlar mahnılar yazırdım. Bundan da yaxşı mahnılar yazdım. Bir də məşhur müğənni var, adını deməyim. Bir dəfə onun evinin yanında bir ev çəkmişəm, onun adını çəkdim. Çox məni narahat elədi, nə bilim, məndən reklam tutursunuz, nə? Xanım müğənnidir, yoxsa bəyəm? Xanım müğənnidir. Ona yazmışdım, onun bacısına vermişdim. O vaxt haradasa bilməm, bir 10 il zad əvvəl olar, 500 manat pul istəmişdim bir mahnıya görə. Bunu da verdi Rövşən Muhammed, aranjirov qəzada verdi. Mən bir-iki dəfə yığdım ki, mənə pulumu ver. Pula da ehtiyacım var idi, o vaxtı biraz sıxıntılarım var idi. Ondan sonra bacısı dedi, prinsipə düşdü, dedi, mən bu mahnıyı oxumayacam. Nədir, mən bundan pul istəmişim. Biraz indi bilmirəm, elə ona görə bu sənətdən biraz uzaqlaşdım. Gördüm, biraz həm üzü yumuşaq oldum, utancaq oldum. Yəni, heç kimdə belə pul vermirdi. Mən görürdüm ki, bu müğənnilərin bəzilərinin pul verməklə belə arası yoxdur da. Kəmalə xanım bir də dünən vurğuladı ki, YouTube-da yazanda Röyada idim, mənim adım gəlir, bir də başqa bir şəxsi bilir, sizin adınız gəlmir. O vaxtı mən Ruslan Sevimli adından məşhur idim. Sonradan mən Turan Türkoğlu elədim. Bilirsən də, Turan Birliyi Devlətləri, Turan Birliyi, yəni çox böyük bizdə də maraq var belə. Ona görə Turan adı mənim xəyallarım olub. Ona görə adımı, ləqəbimi dəyişdim, Turan Türkoğlu elədim. Amma o vaxtı mən Ruslan Sevimli adından fəaliyyət göstərdim. YouTube-da da o adla qalıb elə mahnı. Əlbəttə, 2-3 nəfər paylaşmışdı. Onu mən hardasa 2009-da, 2010-cu ildə çıxartmışdım. Amma o vaxt YouTube yox idi axı. Bütöv yalnız marşrut xəttləri, kaset satılan yerləri idi. Bütöv marşrutda otururdum. Marşrutda yol gedəndə elə görürdüm mahnılarım oxunur. Kaset satılan yerlərdə. Səbuy studiyası, Böyük Şahinlər. Yəni, indi artıq fəaliyyət göstərmir də. Yəni, o vaxtı YouTube-a bu qədər tələbat yox idi. Ona görə deyirsiniz, yetər qədər tanınmadınız o dövrlərdə? Yox, yetərincə tanındım. Sonra məni verilişlərə də dəvət elədilər, digər kanala. İndi adlarını deyim də, Üzeyir Mehdizadə ilə fəaliyyət göstərdik. Onların evində zadda, mahnılar zad yazırdıq. Bir yerdə çalışırdıq, Vaxtilə bu mahnıma Pərviz Bülbülə də qulaq asıb. Həmin bu mahnıya? Pərviz el arasında tanınırdı, Maştağa kəndində, kənd toylarında tanınırdı. Bizə gəlirdilər, biz də oturub meyxana deyirdik. Onda qoydum bu mahnıyı, dedi, nə gözəldir. Mənim də fikrimdə bir məşhur müğənni ilə duet eləmək idi. O da oxumadı deyə, sonra Günay adında bir xanım var idi. O mənə dedi, gəl bunu oxuyaq. Elə getdik ondan oxuduq. Amma mahnım kifayət qədər məşhur olub. Mən bir də onu qeyd edeyim ki, mənim elə bil ki, adımı dəyişdikdən sonra, Ruslan Sevimlidən sonra, mən ki, bu Turan elədim, adımı Turan Türkoğlu qoydum, bir neçə mahnılarım oğurlandı. Hətta? Mənim bir dənə də məşhur var idi, biraz pirkol mahnı idi, Şıkı Dünya. O da çox məşhur idi. Bunu bir nəfər də belə götürdü, icazəsiz oxudu. Hətta mən elədiyim aranjimanı da götürüb, gedib təzdən üstünə səs əlavə eləyib. Buna da zəng elədim ki, bəs aranjimanı da mən eləmişəm, onun xərcini də mən çəkmişəm, bəs niyə oxuyursan? Deyir, baxdıq ki, yoxsan, elə etiraf edir, deyir, baxdıq ki, neçə illərdir yoxsan,
Dedi indi yəqin itib batıb, nə bilim hardadır. Götürüb oxuyaq. Yox, hə, ona görə bu boşluqdan çox adam istifadə elədi. Gördülər ki, yazırlar ki, Ruslan sevimli, artıq yoxdur. Fikirləşirlər indi hardasa, nə bilim, yaşayır, yaşamır, nəsə bir problem var ki, bu insan neçə illərdir yoxdur. Ondan sonra elə bir neçə mahnılarını belə götürüb oxudular. Turan bəy, əgər ki, bu mahnıdan ödəniş alsanız, Kəmalə xanımdan nə qədər ödəniş istəyirsiniz? Tam səmimi olaraq. Vallahi o mahnıdan kifayət qədər pul qazanıbdır. Oje qalıb onun öz insafına da. Mənə verməsə də olar, amma ən azından... Yəni bu efirdə istəyirəm nöqtə qoyaq. Halallıq verirsiniz indi, yoxsa elə vermirsiniz o halallıq? Yoxsa ödənişdən sonra? Halallıq görmürsünüz, dünənlər danışığı necə idi? Deyir, hamı oxuyub, mən də oxuyuram, nə bilim, 20 ildir bunu hamı oxuyur, mən də oxuyuram, nə bilim, danışığını özünüz gördünüz. Mən sadəcə baxa bilmədim, məlumatım yox idi. Tam olaraq. Sadəcə canlıda, telefonla danışanda baxdım. Deməli, onda hələ bu söhbət bağlanmırdı, elə başa düşürəm ki. Siz Kəmalə xanımdan zəng gözləyirsiniz ki, özü zəng vursun və halallıq alsın. İnşallah zəng eləsin. Ən azından onu deyim ki, o Tural Sədalının adı oradan çıxsın. Bu Tural Sədalının buna nə aidiyyəti var ki, mahnıya? İndi belə deyək, orada sizin adınızı qeyd etsələr, razı olarsınız. Ən azından onu eləməlidir, bu bunun borcudur. Ən azından eləməlidir, hə, bəli. Bir də mənə maraqlıdır, nə maraqlıdır Turan bəy? Hal-hazırda gənclərin musiqi zövqü istiqanə edilmir. Özünüz də bir gəncsiniz, belə deyək. Gənclərin musiqi zövqü istiqanə edilmir. Hərdən maşınlarda mahnının bir səsini qaldırırlar, müxtəlif mahnılara qulaq asırlar. İndi adlarını çəkməyim. Valla mənim düşüncəmə görə insan azaddır da. İnsana çox şəxsi həyatına qarışmaq olmaz. Kim nə istəyir, ona da qulaq asır. Məncə insanlar sərbəst, azad olsa daha yaxşıdır. Yenidən qayıda bilərsiniz müğənni kimi fəaliyyət göstərməyə, yoxsa o dediyiniz çətin bir dönənim oldu indi? Əmlakda özümü daha rahat hiss eləyirəm, nəinki bu sahədə. Müğənni kimi. Bəs mahnı yazmaq, yazıb müğənniləri ara sıra yazıram inşallah. Yenə deyirəm, pul verməklə bunların arası yoxdur da, ona görə. Ona görə əvvəldən ödəniş almaq lazımdır. Mahnını da yazmaq çox vaxt aparır, çox əziyyət tələb eləyir. Oturub hər xırda detallar. Bir də görsən yazırsan, görürsən ki, bu mahnının oxşarı var. Artıq elə bir zəhmətin hədər gedir. Biraz çətin bir işdir. Ona görə də kim ki mahnını baha qiymətə satır, yəni onların haqqı var. Amma dünən belə bir sözlə vurğuladınız ki, mən Kəmalə xanımın xətrini istəyirəm, sənətinə böyük bir hörmətim var. Sadəcə bir söz desin ki, halallıq kimi də belə deyək. Çünki orada bir siz demişdiniz ki, məhkəməyə verəcəm. Kəmalə xanımın da biraz xətrinə dəymişdi o söz ki, yəni gənc bir... Kəmalə xanımın indi açıq etiraf eləyim ki, səsi çox gözəldir, səs tembri çox xoşuma gəlir. Səhnə görünüşü də yaxşıdır. Elə ona görə də öndədir. Amma biraz gərək qarşı tərəflərdə diqqət alada, bizlərə də gərək diqqət yetirə. Bir də Kəmalə xanım dünən vurğuladı ki, siz vurğuladınız ki, mən zəng vurmuşam, nəsə SMS yazmışam, deyir, ola bilər, köməkçi də olub, baxmayıb. Siz məncə yenidən bir cəhd göstərsəniz, bu dəfə artıq Kəmalə xanım... Yox, artıq cəhd eləmək fikrim yoxdur. İndi özü eləyər, eləməz də indi baxarıq da. Eləməzsə halallığın verir də. Yəqin ki, daha nə bilim. Təşəkkürümü bildirirəm Turan bəy. Gəldiniz, bu açıqlamaları da bugün bizə təqdim etdiniz. Son 2 dəqiqə yaxın vaxtımız qalıb. Qısa əmlakdan da sual verirəm ki, əmlak bazarında vəziyyət necədir hal-hazırda? Ötən həftə vurğuladınız, yeni də soruşmaq istərdim. Evlərin alqısı, satqısı, bunu da alaq və sağollaşaq. Əmlak bazarında hal-hazırda elə həmişəki qaydadır. Durğunluqdur. Durğunluq olmağına rəğmən qiymətlər yenə də bahalaşır, nəinki ucuzlaşmır. Biz də gözləyirik ki... Bu həyət evlərinə şamil olur, yoxsa bina evlərində də qiymətlər? Ümumiyyətlə, ümumi. Yəni, gözləmirəm ki, qiymətlərdə enmək olsun. Yəni, bahalaşar ki, ucuzlaşmasın. Ona görə ötən efirdə vurğuladınız, kimlərində maliyyə varsa onu daşınmaz, əmlaka yatırsın. Hə, həqiqətən, ən etibarlı əmlakdır. Təşəkkürümü bildirirəm, var olun gəldiyinizə görə və ümumi olaraq efirimizin vaxtı da yekunlaşır. Bizə baxanlar, dəyərli vaxtınızı ayırıb bizə baxdığınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Sizinlə sağollaşıram. Gələn həftənin 5-ci gününə qədər inşallah görüşmək ümidi ilə Allah amanında.